Günəş xərçəng bürcündə 21 iyun-22 iyul tarixləri arasında xərçəng bürcündə olur. Günəş bürcü xərçəng olan insanlar güclü bir həyatda qalma instinktinə sahibdirlər. Onlar həm özlərini, həm də önəm verdikləri insanları qoruyurlar. Daxili varlıqlarını dünyanın qalan hissəsi ilə paylaşmaqda adətən kifayət qədər çəkingən olurlar və tez-tez xatirələrə ilişib qalırlar. Xərçənglər ən çox ay xərçəng bürcündə olanda özlərini göstərirlər və kaprizlilikləri ilə tanınırlar. Xərçəngin köklərə ehtiyacı var. Dəyişikliyə müəyyən qədər müqavimət göstərirlər və etdikləri hər şeydə özlərini təhlükəsiz və güvənli hiss etməyə önəm verirlər. Xərçənglər tarixi olan əşyalara qarşı çox maraqlı ola bilərlər. Antikalar, fotolar, hədiyyəlik əşyalar və stim. Xərçəng çox həssas bir bürcdür və onlara qarşı açıq sözlü olduğunuz zaman bunu hər zaman təqdir etməzlər. Acıya qarşı reaksiyaları, inkişaf etdirdikləri qabığın nə qədər qalın olduğundan asılı olacaq. Əksər xərçənglər geri çəkilərək və ya uzaqlaşaraq reaksiya verirlər. Bəziləri istədiklərini əldə etmək üçün başqalarını manipulyasiya etmə qabiliyyəti inkişaf etdiriblər. Ümumiyyətlə, birbaşa qarşı durmalardan qaçmağa üstünlük verirlər. Xərçənglər uyğun əhvalda olduqda, əslində olduqca təvazökar və yumşaq təbiətli olurlar. Bürclər içində ən qonaqpərvər olanlardan biridir. Əlbəttə, küsəyən və dolayı ola bilərlər, lakin eyni zamanda çox etibarlı, şəfqətli ruhlara sahibdirlər. Ay xərçəng bürcündə, bu ayın ən subyektiv mövqeyidir. Ay bu bürcün təbii idarə edicisi olduğu üçün xərçəngdə evindədir. Xərçəng bürcündə ayı olan insanlar başqalarının hissləri və əhval-ruhiyyəsi ilə əlaqə qurmaq baxımından böyük potensiala sahibdirlər. Adətən özlərinə çox bağlı olurlar. Xüsusilə emosional olan keçmiş xatirələrə qarşı qeyri-adi bir yaddaş qabiliyyətləri var. Xərçəng ayı olan insanlar nadir hallarda qopuq olurlar, onlar əşyalara, evlərinə və önəm verdikləri insanlara bağlanırlar. Etdikləri hər şeydə güvənlik və tanışlıq axtarırlar. Sakitlik və dinclik arzuluyurlar. Təhlükəsiz olan hər şeyə olan bağlılıqları, dəyişikliyə qarşı biraz tərəddüd içində olduqlarını göstərir. Bu dinc ruhlar səthi, davranışların hər növündən xoşlanmazlar. Sadiq və uyğunlaşa bilən insanlardırlar. Özlərini güvənli hiss etmək üçün bəzi güvənsiz olanlar əşyalar yığırlar. Keçmişə olan güclü bağlılıqları və keçmişi xatırlama qabiliyyətləri səbəbilə başqaları xərçəng ayı olanların ölü atı təpiklədiklərini düşünə bilərlər. Hər kəs yoluna davam etdikdən sonra belə, onlar acılara uzun müddət fokuslana bilərlər. Özlərini dəyərsiz hiss etdikləri zaman, ki bu tez-tez baş verir, hər zaman birbaşa üzləşməzlər. Bax, o zaman diqqət çəkmək üçün dolayı yollar istifadə edə bilərlər. Əslində bu insanlar özlərini güvənli hiss etmədikdə olduqca manipulativ ola bilərlər. Həmçinin vərdişlərinin qurbanı da ola bilərlər. Bu insanlar həyatlarını bölmələrə ayırmaqda çətinlik çəkə bilərlər. Çünki su elementi aylar sərhəd tanımaz. Bəzən bunun nəticəsi olaraq məntiqsiz davranışlar edə bilərlər. Xərçəng ayı olanların ən sevimli xüsusiyyətlərindən biri də çılğın yumor hisslərinə sahib olmalarıdır. Bu insanlar son dərəcə gülməli ola bilərlər. Kaprizli davranışları başqalarını təəccübləndirə bilər. Lakin həyata qarşı unikal baxış bucaqları əksər insanın təqdir edə biləcəyi bir şeydir. Şəfqət və anlayışla yanaşıldıqda, xərçəng ayı olanlar bu yaxşılığa istilik və qoruma ilə cavab verirlər. Onlara güvənlik verin və heç olmasa bir müddətə xərçəngin kaprizini yüngülləşdirəcəksiniz. Bu insanlar ara sıra əhval dəyişikliklərinə baxmayaraq ümumilikdə etibarlı dostlardırlar. Xərçəng ayı olan biri ilə dost olun, ömrünüz boyu sizinlə maraqlanacaq. Merkuri xərçəng bürcündə bu insanlar hisslərlə ünsiyyət qururlar. Qarşılıqlı əlaqədə olduqları insanlara həssas, içinə qapanıq və düşüncəli bir təbiət əks etdirirlər. Əgər doğum xəritələrində xərçəngdə olan tək şəxsi planet Merkuri isə, olduqlarından daha şəxsi və həssas görünə bilərlər. Doğum xəritələrinin qalan hissəsi nə qədər sərbəst ruhlu olsa da, xərçəng Merkurisi olan insanlar çox subyektiv və şəxsi ola bilərlər və ya ümumiyyətlə danışmamağı üstün tuta bilərlər. Bəzən reaksiyaları yavaşdır və bu da onlara dərindən düşünən biri imici qazandırır. Yəqin ki, doğrudan da belədirlər. Xərçəng meditativ və düşüncəli bir bürcdür. Buna baxmayaraq, xərçəng Merkurisi olan insanlar göründüklərindən daha sürətli düşüncə və qərar vermə qabiliyyətinə sahibdirlər. Başqalarını çox yaxşı dinlədiklərinə görə bu sürət hiss olunmur. Merkuri xərçəngdə olanlar demək olar ki, hər şeyi xatırlayırlar öz keçmişlərindən tutmuş 2 ay əvvəlki söhbətinizə qədər. Yaddaşlarının biraz emosional tərəfə meyilli olduğunu görə bilərsiniz. Əslində bu insanlar yaddaşlarında saxladıqları hər bir anı əhatə edən əhval-ruhiyyəni xatırlayırlar. Bunun səbəbi onlarla danışarkən sizi hiss etmələridir. Onlar üçün sözlər arxasındakı duyğular qədər vacib deyil. Xərçəng ünsiyyətçiləri nəzakətli, intuisiya güclü və emosional görünürlər. Bəzən olduqca müdafiəkar görünə bilərlər, çünki hər şeyi şəxsi qəbul edə bilərlər. Onlar sizi çox isti və qoruyucu hiss etdirərlər.
Bəzən bu səs tonlarındadır, möhkəm amma sakitləşdirici və adətən verdikləri mesajlarda olur. Bəzən xərçəng Merkurisi olanlar sanki bir şey gizlədirlərmiş kimi görünürlər. Bu da onların haqsız yerə problemlərlə qarşılaşmalarına səbəb ola bilər. Xərçəng Merkurisi çoxlu məlumat saxlayır və emosional olaraq balanslı hiss etdiklərində daha yaxşı öyrənirlər. Diqqətlərini mövzuya yönəltməyi və problemlərə addım yaxınlaşmağı, cavabı hiss etməklə tapmağı üstün tuturlar. Bu mövqe ritm və ahəng qabiliyyəti bəxş edir. Günəş bürcləri nə olursa olsun və bu yalnız əkizlər, xərçəng və ya şir ola bilər, xərçəng ünsiyyətçiləri hisslərlə davranırlar. Söhbətlər zamanı insanların duyğularını dərhal anlayırlar. Bütün bürclər içində ən yaxşı dinləyicilərdir. Əslində, digər şəxsin ifadəsi və fikrində yox olmaqları onlar üçün olduqca asandır. Bir müddətlik öz fikirlərini itirib, tamamilə qarşı tərəfin yerinə keçə bilirlər. Merkuri xərçəng bürcündə olanda, başqalarının çoxdan unutduğu, yaddaşında saxladığı məlumatları üzə çıxaracağına etibar edə bilərsiniz. Xərçəng ünsiyyətçilərinin üslubu mübahisələrdən qaçmaqdır. Ancaq bunu unutmayın ki, mübahisələri asanlıqla təhrik edə bilərlər. Onlar bunu gizli şəkildə edirlər və sonra başqaları onlarla mübahisə etdikdə incik düşürlər. Xərçəngdəki Merkuri adətən poeziyaya, qədim dillərə, keçmiş ifadələrə və bu kimi şeylərə meyillidir. Başqalarının hisslərini dərindən dərk etdikləri üçün insanlarla münasibətlərdə bir qədər diplomatik ola bilərlər. Bu insanlar qərar verərkən və ya fikir formalaşdırarkən belə sanki zaman ayırırlar. Başqalarından uzaqlaşmaları və mənimsədikləri hər şeyi araşdırmaq üçün tək qalmağa ehtiyac duyurlar. Yeni məlumatlar üzərində düşünmək üçün zaman istəyirlər. Onlar təsirlənə biləndilər və ağıllı olanlar bunu anlayır. Özlərinə qapanmaları fərqləndirmə qabiliyyətlərini gücləndirir. Bu insanlar yalnız faktlara əsaslanan düşüncə proseslərindən yorula bilərlər. Danışarkən və ya düşünərkən diqqət dağınıqlığından xoşlanmazlar. Problemlərə ən yaxşı həll yollarını tapmaq üçün mövzuya tam diqqət yetirməlidirlər. Xərçəng bürcündəki Merkuri, xüsusilə Günəşi Şir və ya Əkizlər bürcündədirsə, çox təsirli natiq və yazıcı ola bilər. Dinləyicilərinin hisslərini anlamaq qabiliyyəti möhtəşəmdir. Eyni zamanda fikirləri qısa, lakin güclü şəkildə təqdim edə bilərlər. Əgər Merkurunuz Qoç və ya Tərəzi bürcündədirsə, Merkuri xərçəng bürcündə olanlarla apardığınız bəzi söhbətləri əsəbi hesab edə bilərsiniz. Yeri gəlmişkən, bu qarşılıqlıdır. Qoç ünsiyyətçiləri xərçəngin ləngliyi və dolayı ünsiyyətindən səbirsizlənə bilər, Tərəzi ünsiyyətçiləri isə xərçəngin hər şeyi niyə bu qədər şəxsi qəbul etdiyini düşünür. Halbuki bu, həmişə belə deyil, xərçəng ünsiyyətçiləri Tərəzi kimi sadəcə olaraq özləri və qarşılarındakı insan haqqında danışmağı üstün tuturlar, dünyanın qalanı haqqında yox. Eyni şəkildə, xərçəngdəki Merkuri Qoç ünsiyyətçilərini olduqca kobud, Tərəzi ünsiyyətçilərini isə bezdirici dərəcədə laqeyd və ya başqalarına yönəlik hesab edə bilər. Venera xərçəng bürcündə, xərçəng bürcündəki Venera üçün sevgi, sabit və kifayət qədər qabaqcadan proqnozlaşdırıla bilən olduqda ən yaxşı formadadır. Bu insanlar Günəş bürcləri Əkizlər və ya Şir olsa belə sevgidə həssasdılar. Hətta sevgidə egolarının bir qədər az inkişaf etdiyini belə söyləyə bilərsiniz, amma əvəzində çox şey verirlər. Yəni təhlükəsizlik, rahatlıq və qayğı. Xərçəng bürcündəki Venera kişiləri və qadınları sizə dəyər verərək sevgilərini göstərirlər. Sözlərinizdən çox hisslərinizə fikir verirlər və sizi diqqətlə müşahidə edirlər. Təhlükəsiz sabit münasibət istəyirlər. Sevgidə bir qədər əhval dəyişkənliyi yaşaya bilərlər və bəziləri tərəfdaşlarından diqqət almaq üçün susqun davranıb, küsməklə reaksiya verə bilərlər. Şəxsi olmayan hər şeydən xoşlanmırlar və çoxlu məntiqi açıqlamalar onları soyuda bilər. Sevgidə emosional elementdən qorxmurlar. Günəşi Əkizlərdə olsa və həyatın digər sahələrində qeyri-ciddi görünsələr belə, lakin qarşıdurmalar onları qorxuda bilər. Bununla belə bu aşiq insanlar həmişə təhlükəsizlik axtarır və zərər görməkdən qorxurlar. Onları incitmisinizsə, unutmaları çətin olacaq. Zaman-zaman özlərinə qapanırlar, bir xərçəng kimi və onları oradan çıxarmaq çətin ola bilər. Bu, onların qeyri-adi baxım bacarıqlarını öz üzərlərində tətbiq etdikləri zamandır və siz bunun olmasını istəməzsiniz. Xərçəng bürcündəki Veneranı razı salmaq üçün bol-bol qucaqlaşma və emosional bağlılıq lazımdır. Ailələrinə və evlərinə olan bağlılıqlarını dəyərləndirin. Sizinlə təhlükəsizlik hiss etmələrinə kömək edin. Rədd edilməkdən qorxduqda nə qədər sevildiklərini anlamaq üçün əsəbi strategiyalara əl ata bilərlər. Bir xərçəngin, xərçəng bürcünün simvolu hədəfinə necə irəlilədiyini düşünün və xərçəngdəki Veneranın yanaşması barədə yaxşı fikir əldə etmiş olarsınız. Onları təhlükəsiz və dəyərli hiss etdirmək üçün əlinizdən gələni edin və nəticədə səbirli, etibarlı və sevgi dolu bir tərəfdaşla mükafatlandırılacaqsınız. Mars xərçəng bürcündə bu mövqe passiv-aqressivliyə meyillidir.
Bu insanlar dəyişikliyə müqavimət göstərirlər və birbaşa qarşı durmalardan qaçırlar. Hərəkətə keçməzdən əvvəl özlərini təhlükəsiz hiss etməlidirlər. Nəticədə bəzən olduqca yavaş görünə bilərlər. Onların şüarı ən yaxşı müdafiə hücumdur. Bəzilərinə zəif görünsələr də olduqca güclü ola bilərlər. Onların gücü inadkarlıqlarındadır. Cinsi istəkləri emosional ehtiyaclarla sıx əlaqəli ola bilər. Ən yaxşı hallarında başqalarını qoruyucu, demək olar ki, terapevtik bir şəkildə cəlb edirlər. Xərçəngin qoruyucu təbiəti, Mars xərçəngdə olan şəxslər enerjini xaricə yönəldəndə, yəni başqalarını qoruyanda ən yaxşı şəkildə ifadə olunur. Enerjini daxilə yönəldəndə isə problemlər meydana çıxır. Seks mövzusunda həddən artıq həssaslıqdan və özünü qorumaqdan çəkinməlidirlər. Bəzi Marsı xərçəngdə olan insanlar xüsusilə uşaq sahibi olmaq fikrindən seksual olaraq həyəcanlana bilərlər. Bu insanlar laqeydlikdən qorxurlar. Mübahisəçi və manipulyativ ola bilərlər. Enerji səviyyələri dəyişkəndir və olduqca ləng hərəkət edə bilərlər. Özlərini küncə sıxışdırılmış hiss etdikdə müdafiəçi reaksiya göstərir və emosional nümayişlər edə bilərlər. Yüksələn xərçəng, bu insanlar zərif varlıqlar kimi görünürlər. Onlarda tanış bir şeylər var. Sanki qonşuluqdakı oğlan və ya qızdırlar. Bir otağa girdikdə, tullanaraq deyil, yan-yana hərəkət edərək daxil olurlar. Bu insanlarda tanışlıq hissi olur. Ətraflarına qarşı olduqca həssasdırlar və xüsusilə ictimaiyyətdə asanlıqla təşvişə düşə bilərlər. Təhlükə hiss etdikdə və ya tanımadıqları mühitdə olduqda ilk instinktləri özlərini qorumaq olur. Yeni vəziyyətlər ortaya çıxdıqda dərhal geri çəkilə və ya utanqaz davranış göstərə bilərlər. Bu insanlar adətən mərhəmətli insanlar kimi görünürlər. Olduqca şirin, hətta günahsız görünə bilərlər. Onlar adətən kifayət qədər təvazökar görünərək yaxınlaşmağı asanlaşdırırlar. Amma bəzi yüksələn xərçənglər tam əksinə özlərinə çəkilmiş ola bilərlər. Çünki alçalan bürc oğlaq olduğuna görə, yüksələn xərçəng şəxslər münasibətlərində və tərəfdaşlarında struktur və təhlükəsizlik axtarırlar. Bu insanlar tərəfdaşları GÜC, maliyyə və emosional sabitlik və bilik nümayiş etdirdikdə daha yaxşı işləyirlər. Əslində bir çox yüksələn xərçəng öz münasibətlərinin yaxşı təyin olunmuş qaydalara sahib olmasını üstün tutur. Təhlükəsizlik əsas ehtiyacdır və bunu əldə etmək üçün tez-tez şəxsi azadlıqlarından bir qədər imtina etməyə çox meyillidirlər. Bəzi hallarda yüksələn xərçəng şəxslər tərəfdaşlarını təəccübləndirə bilər. Niyə? Çünki olduqca təvazökar, ailə yönümlü insanlar kimi görünürlər. Evlilik məsələsində isə olduqca realist və praqmatik yanaşmaları vardır. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın ki, digər bürclər haqqında vaxtında məlumat ala biləsiniz.